Salam dostlar. Dostlar burada yaz gəlişi, bilməm mən necə eşidirsiniz, biraz səs var burada. Yazın gəlişi ilə əlaqədar bilirsiniz, burada yaşıllıq, ot çəmən sürətlə bitməyə başlayır. Burada Lincoln'da var belə, tək Lincoln'da deyil, Amerikanın istənilən yerində belə tırtırlar var. Bunlar çox sürətlə işləyirlər belə, yəni qısa müddət ərzində xeyli iş görə bilirlər. Elə qısaca olaraq onları göstərmək istəyirəm. Baxın ki, bunlar belə bir orada biri, orada görürsünüz, bax orada işləyir. Çox sürətlə hərəkət edirlər. Yəni ümumiyyətlə sürətli bir tırtırlardır, belə deyək. Görürsünüz, biri oradadır, biri oradadır, biri oradadır, biri orada işləyir. Sürətlə belə qısa bir müddətdə otu biçib qutarırlar. Görürsünüz. 4 dənə idi, biri o tərəfə getdi, o yana. Bunlar beləsi sürətlə artırırlar, sürətlə biçirlər. Beləcə. Bu da var, növbəti bir gəldi. Baba, belə bir ot biçən cihazdır. Əla bir şeydir. Əla bir şeydir. Belə dostlar. Yəni bizdə də belə bir avadanlıq olsa, texnik avadanlıq və yaxud tır belə deyək. Şimdi avtomobil demək olmaz haradasa. Məncə qısa bir müddətdə xeyli bir ərazini otdan təmizləmək mümkün olar. Belə dostlar, özünüzdən müğayət olun, sağ olun, var olun, növbəti görüşlərə dək.